Sizcə bu hansı bölgəmizin şirniyyatıdır? Axırı 8-9 ay sonra ölkəmizin turizm paytaxtından bunların əlindən də mənim heç günüm güzaranım yoxdur. Hər nəysə, Pınhan müəllimə gözəl bir şirniyyat hədiyyəmizi gətizdirə bildik. Çoxsaylı araşdırmalardan sonra qərara gəldik ki, həmin şirniyyatı ocaqda bişirəndə daha qəşəng olur. Biz də qərarlaşdırdıq ki, elə sazda bişirək. Sobamızı hazırladıq, ocağımızı bonqa vasitəsilə yandırdıq. Bağ evinin qlobal problemini də aradan qaldırandan sonra təbii ki, şirniyyatın olmazsa olmazı samovar çayımızı da hazırladıq. Sırada ocağımız da hazırdır, sacımızı yerləşdirdik. Sacımız qızana kimi sizə gələcək videolarımızda bişirəcəyimiz quşlarımızla da tanış eləyək. Artıq samovarımız da dolu, indi onu qaynamağa qoyacağıq. Bonqa yenə də bizim köməyimizə çatır. Xüsusi bax, rahat bir kibritlə yandıra bilərsiniz. Odunumuzu da əlavə elədikdən sonra samovar dütkeçimizdə tapmadıq, böyük belə bir asinkovlu turbanı yerləşdirdik üzərinə. Yağımızı əlavə edirik sazımıza. Bəhbə, artıq sazımız da qızıb və şirniyyatımızı yerləşdiririk sazın içinə. Bu formada bax, sazımızı da yerləşdirdik. Sağ olsun Pınhan müəllim. Tapa-tapa ən balaca qabda olan xırt-xırt şirniyyatı tapıb gətirib bizə. Bax, yerləşdirdik qəşəng taxta boşqabımıza şirniyyatımızı. Bax, ideal belə qızarıb, super vəziyyətdə, düzdür, xırt-xırt taqqana kimi idi. Onlar da bir gün qalacaq deyib 2 həftə xaldenkdə saxlamısan. Sonra dedim belədir, elədir də. Hər nəysə 2 həftə xaldenikdə saxladığımız şirniyyatın dadına da baxırıq. İdeal bir dənə dadı da var. Siz də bilirsinizsə bu hansı bölgəmizə aid şirniyyatdır. Rəylərdə bizimlə bölüşməyi unutmayın. Bu günlük bu qədər. Gələcək vloqlarda görüşənədək.